Salam. Salam. Özünü təqdim elə. Əskərə Ömər. Ömər neçənci sinifdə oxuyursan? 6-da. Aha. Ömər, bugün nə günüdür? Nə günü qeyd edirlər? Sizin məktəbinizdə nəsə bir bayram var, mən fikir verirəm. Günlər uşaqlar bayramı. Uşaqlar bayramı. Sevinirsən? Hə. Ömər, mən sənə bir sual verim. Uşağı xoşbəxt etmək üçün, uşaqları xoşbəxt etmək üçün valideynlər nə etməlidir? Ən çox hədiyyə almalıdırlar. Aha, hədiyyə almalıdır. Valideynin yanında olmağı sənin xoşbəxtliyindir. Bəli. Aa, nə gözəl. Başqa nə deyə bilərsən? Uşaqları təbrik edirsənmi? Bəli. Daha kimlər təbrik edirsən? Sinif yoldaşlarını və yaxud da kimi təbrik edir? Uşaqları təbrik edir. Aa, nə gözəl. Burada görsən hamısı bayrama hazırlaşıblar. Görürsən, nə gözəl. Burada uşaqlar. Səma. Salam. Səma, neçədə oxuyursan? 6-da. 6-da. Ömərlə oxuyursan? Aha. Təbrik eləyirsən uşaqları. Hə. Səncə bir valideyn övladı üçün nə etməlidir ki, o övlad xoşbəxt olsun? Yanında olmalıdır. Aha. Onu buraxmamalıdır. Aha. Ona hər sanda kömək edir. Aha. Sən xoşbəxtsən? Aha. Uşaqlara nə arzulayırsan? Dərslər uşaqlar həmişə xoşbəxt olsun. Az. Valideynlərlə olsun. İstədikləri bütün arzular olsun. Nə deyim? Əsas odur dərslərini yaxşı öyrənsinlər, düzdürmü? Aha. Məktəbindən razısan? Dən sağollaşın.